Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağasəm Bədəlzadə vəfat edib. Oxu24.com Kultaza isnadən xəbər verir ki, bu barədə şairin oğlu Səbuhi Bədəlov məlumat verib. O bildirib ki, Ağasəm Bədəlzadə bugün 85 yaşında dünyasını dəyişib. Xatırladaq ki, artıq bir neçə ildir insult keçirmiş şair öz ata-baba yurdu olan İsmayıllı rayonun Pirəbulqasım kəndində yaşayırdı. Pedaqoji fəaliyyətlə yanaşı, gözəl şair kimi tanınan Ağasəm Bədəlzadə bu vaxtadək yanmaq ona deyərəm ki, payızda məhəbbət, hayıf a dünya səndən, qorxuram bu dünya sevgisiz qala, hələ yaşamağa dəyər dünyada adlı şeirlər kitabları nəşr olunub. Bundan başqa Ağasəm Bədəlzadənin şeirləri haqda müxtəlif qələm adamları, o cümlədən xalq şairi Bəxtiyar Vahabzadə Yanmaq ona deyərəm ki adlı məqalə yazıb, müasirləri onun poetik axtarışlarını təqdir ediblər. 2017-ci ildə filologiya üzrə fəlsəfə doktoru olan şairin Yapon ədəbiyyatı tarixi dərslik kitabı çapdan çıxıb. Bu vaxtadək 11 kitabı çıxan şairin sonuncu kitabı Tarixə Düzgün Baxış, yoxsa Mistik Naxış adlanır.